Salam müəllimlər və abituriyentlər. Gəlin bu günlərin güvən test toplusu bərabər təcilli hərəkət C variantının izahına baxırıq. Kanalımızda güvən toplusunun bütün bölmələrinin variantlarının izahı var. Video şəklində yerləşdirmişik və oradan baxa bilərsiniz. Zəhmət olmasa bəyənib kanala abunə olmağı unutmayın. Birinci sual. Sürətin proyeksiyasının zamandan asılılığı aşağıdakı kimi olan maddi nöqtələrdən hansı dayanana qədər daha çox yol gedər? Dayanana qədər deyir. Yəni dayanmaq bilirik ki, dayananda son sürət sıfıra bərabər olur. Yəni biz burada bütün variantlarda birinci bu V-nin yerinə sıfırı qoyub tapmalıyıq ki, bizim T-miz, yəni zamanımız nəyə bərabərdir? Birincidə qoysaq 0 bərabərdir 20 minus T. Buradan T bərabər olur nəyə? 20-yə. İkincidə 0 bərabərdir 2T minus 20-dir. Buradan T nəyə bərabər olacaq? 10-a. Üçüncüdə 10T bərabərdir 20-yə. T-nin qiyməti olur 2. B variantında 20 minus 4T. T-nin qiyməti olacaq 5. D variantında isə 5T minus 20 bərabərdir 0. T-nin qiyməti olur 4. Daha çox yol getmək nə deməkdir? Zaman nə qədər çox olarsa, bir o qədər də daha çox yol gedilir də, bu bəllidir. Ona görə baxırıq ki, hansında zaman daha çoxdursa, daha uzun müddətdə daha çox yol gedilir. Baxın, burada A variantında 20 saniyədə ən çox zaman buradadır. Deməli, ən çox da burada yol gediləcək. Ona görə də 1-ə A variantıdır. Sonra 2. Sürətin proyeksiyasının zamanın asılılıq qrafikinə əsasən cismin 5 saniyə ərzindəki yer dəyişməsini hesablayan. Biz bilirik ki, ümumiyyətlə yer dəyişmədi, yol qrafiklərini, yəni yer dəyişməni və yolu təyin edəndə əgər qrafik V-nin T-dən asılılıq qrafikidirsə, onda xəttin zaman oxu ilə birləşdirdiyi fiqurun, baxın, burada yaranan fiqurun sahəsini tapırıq. Bir fiqurumuz budur, balaca. Bir də bir fiqurumuz da budur. Baxın, hər iki fiqurun sahəsini tapıb toplayacağıq. Birinci fiqurun, bax, buranın sahəsi. Bilirik ki, burada balaca və böyük düzbucaqlılar alındı. Düzbucaqlının sahə düsturu isə katetlərinin hasili bölünsün yarı deməkdir. Yəni, bölək 2 deməkdir. Birincidə nə olacaq qiymətimiz? Baxın, deməli, burası -4-dür. Bura isə nədir? 2-dir. Onda qiymətimizi qoysaq yerinə -4 vurulsun 2 bölünsün 2. 2-lər ixtisar gedir. Burada qalır -4. Burada olur -4. Bu hissədə isə, yəni burada yenə A vur B bölünsün 2-dir. Katetlərin hasilinin yarısı. Baxın, bir katet buradan buradır. 5 ilə 2-nin arası bura 3 düşüb. 3. Bir də buradır. Burada nə? Bu 6 ilə paraleldir deyə burada 6-ya bərabərdir. Yerinə qoysaq 6 vur 3, 18 bölək 2, bu da 9 eləyəcək bu fiqurun sahəsi. Deməli, -4 ilə 9-u toplayırıq. Çünki yer dəyişmədi deyə mənfi nəzərə alınır. Yol olsaydı mənfi götürməyəcəkdik. Baxın, bunu müsbət 4 götürəcəkdik. Yer dəyişmədi deyə -4 plus 9 yazırıq. O da bizə verəcək nə? 5. Sonra 3-cü sual. Sürətin proyeksiyasının zamanın asılılıq qrafikinə əsasən cismin 3 saniyədə getdiyi yol. Baxın, yenə yolu istəyir. V-nin T-dən asılılıq grafikidir. Yenə fiqurun sahəsi ilə gedəcək. Sadəcə yer dəyişmədən fərqi odur ki, burada aldığımız mənfi qiyməti müsbətə çevirəcəyik. Çünki bilirik ki, yol heç vaxtda mənfi olmur. Bir fiqurumuzun sahəsi, deməli, işarələyirəm ki, bir fiqurumuz budur. Digər fiqurumuz, baxın, bu balaca fiqurdur. Mütləq zaman oxu ilə, baxın, bu xəttin zaman oxu ilə yaratdığı bucaq, yəni yaratdığı fiqurun sahəsi hesablanmalıdır. İndi gəlin birinci bu fiqurun sahəsini hesablasaq. 20 burada, 2 burada. 20 vurulsun 2 bölək 2, 20. Deməli, bu fiqurun, buradan işarələyirəm, fiqurun sahəsi 20-dir. Bu fiqurun sahəsi isə yenə 2-də 1, buradan bura qədər olan məsafə nədir? 3 çıxılsın 2, 1-dir. Burada da -10-dur. 1 vur -10 bölü 2, bu da nə eləyir? -5. -5-dir, amma müsbət 5 kimi götürürük. Çünki yol heç vaxtı olur. 20 plus 5 nə eləyəcək? 25. Ona görə də cavabımız olur D variantı. 4-cü sual.
Başlanğıc koordinatı x0 bərabərdir 17 metr olan cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. 10-cu saniyənin sonunda cismin koordinatını hesablayın. Yəni baxın, burada cismin koordinatını istəyir. Biz ümumiyyətlə burada x-i istəyirsə bizdən, hətta bizi x0-ı da veribsə, baxın x bərabərdir sual. Bizdən x0-ı da veribsə 17-dir. Deməli mən burada proyeksiya tapmalıyam. Bilirik ki, x minus x0, yəni bu düstur nəyin düsturudur? SX-in düsturudur. SX-də yer dəyişmədir. Onda mən deyirəm ki, bayaq dediyimiz qaydaya əsasən V-nin T-dən asılılıq qrafikidir deyə bu fiqurların sahəsini tapıb toplasam, mən yer dəyişməmi tapmış olaram. Yəni SX-ımı tapsam əgər, onda mənim işim həll olur. Gəl SX-i tapaq. Baxın, burada hesablasaq, bilirik ki, buradan bura -6-dır, burada 6-dır katetlər. 6 vur -6 bölək 2 nə eləyir? -18. -18-i nəzərə alacağım, çünki yer dəyişməni tapıram. Mənfi burada nəzərə alınır. Yuxarıdakı fiqurda isə yenə, baxın, buranın qiyməti 4-dür. Burada da yenə 10 minus 6, aşağıda 4-dür. 4 vur 4 bölünsün 2, bu da 8-dir. İndi mən 8, -18 üstə gəlinsin 8, qiyməti verir -10. Deməli, bizim SX-ımız -10-a bərabər imiş. Yerinə qoysaq, x çıxılsın 17 bərabərdir -10. X bərabər olur -10 plus 17, o da bizə verir müsbət 7-ni. Cavab olacaq A variantı. Deməli, sonra 5-ci sual. Sürətin proyeksiyasının zamandan asılılığı şəkildəki kimi olan cismin 20 saniyə ərzində əgər cisim 200 metr yol gedir. Cismin başlanğıc sürətini hesablayın. Baxın, bu qrafiki oxuyanda görürük ki, bizim cismimiz x oxu istiqamətində yavaşlayan hərəkət eləyir. Yəni, cismimizin başlanğıc koordinatı, baxın, buradan bura gəlir deyə V0-dır, yuxarıdan aşağı gəlir deyə başlanğıc koordinatı V0-dır, başlanğıc sürəti V0-dır, son sürəti isə V0 bölək 4-dür. Bizə S verib, T verib, V var, V0 var. Hansı düsturdur? Bilirik ki, S-in 3 dənə düsturu var bərabər təcillərcədə. Baxıram ki, V plus V0 bölünsün 2 vurulsun T düsturuna uyğundur. V0 bölünsün 2 vurulsun T düsturuna uyğundur. Buradan gətirib qiymətləri yerinə qoysam, S-in bilirəm ki, 200-dür. 200 bərabərdir. Son sürətin V0 bölək 4-dür. V0 bölək 4. Bircə dəqiqə. Burada yerinə qoyum yenə 200 bərabərdir. V0 bölünsün 4 üstə gəlinsin. Başlanğıc sürətimiz V0 bölünsün 2 vurulsun. T'imizin də qiyməti 20-dir. 20. İkilər ixtisar getsin. Bu 0-la buradakı 0 getsin. 20 bərabər olur. Ortaq məxrəc olsa 4 də ortaq məxrəc yuxarıya. O da 4V0, 5V0. 5V0. Buradan da tapıram ki, 5 ilə bu ixtisar getsə 4, 20 ixtisar getsə 4, V0 bərabər olur 4 vur 4, 16. Yəni, bizim başlanğıc sürətimiz 16-dır. Bizdən də elə başlanğıc sürəti istəyir deyə cavabımız olacaq B variantı. Sonra 6-cı sual. Düzxətli hərəkət edən cismin sürətinin modulunun zamandan asılılıq qrafiki verilmişdir. Bu qrafikə əsasən 5 saniyə ərzində gedilən yol əgər 50 metr olarsa, cismin 5-ci saniyənin sonundakı sürətini hesablayın. Yenə eyni qayda ilə hesablayıram. Baxın, S bərabərdir V plus V0. V üstə gəlinsin V0 bölünsün 2 vurulsun T'dir düsturumuz. Qiymətləri yerinə qoysam, buradan 50 bərabərdir. Başlanğıc sürətimiz görürük ki, 0-dır. Son sürətimiz V vurulsun. T'miz nə qədərdir? 5 bölünsün 2. 5-lər ixtisar getsə, V bərabər olur nəyə? 2 vurulsun 10, 20. Cavabımız olacaq 20. D variantı. Sonra 7-ci sual. Sükunət vəziyyətindən düzxətli bərabər təcilli hərəkətə başlayan cisim ilk 5 saniyədə 40 metr yol gedir. 5-ci saniyənin sonunda bu cismin sürətini hesablayın. Deməli, sükunət vəziyyətindən hərəkətə başlamaq o deməkdir ki, başlanğıc sürət 0-a bərabərdir. Yəni, V0 bərabərdir 0-ı qeyd edirik. 5 saniyədə 40 metr yol gedir. 5-ci saniyə
hissəsinin sonunda bu cismin sürətini hesablayın. İndi baxın, biz təyin eləyə bilərik ki, bilirik ki, düsturumuz S bərabərdir. V plus V0 bölünsün 2 vurulsun T'yə bərabərdir. Buradan 40 bərabərdir. V0'ımız 0'dır. V'miz istəyir V vurulsun. T 5 bölünsün 2. 5 ixtisar gedir 8. Buradan V bərabər olur nəyə? 16'ya. Bizdən də bunu istəyir. Cavabımız olacaq 16 D variantı. Sonra 8-ci sual. Düz xətlə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılılığı V bərabərdir 4T şəklindədir. Yəni V bərabərdir AT-dir. Bu o deməkdir ki, V 0 bərabərdir. Daha 2 yoxdur. A da 4-ə bərabərdir. Qiymətləri tapdıq. Şəkildədir, bu şəkildədir deyil. İlk 8 saniyə ərzində bu cismin getdiyi yolu hesablayın. Yəni V 0-dırsa bilirik ki, S bərabərdir V 0T plus AT kvadrat bölü 2 düsturudur. V 0 olanda qalır ki, yalnız S bərabərdir AT kvadratı bölünsün 2'dir. A'mız bəllidir. Deməli 4'dür. T'ni də verib 8. 8'in kvadratı nə edir? 64 bölü 2. 2 ixtisar gedir. 2 vurulsun 64 nə edir? 128. Y variantı olacaq cavabımız. 9. Düz xətlə hərəkət edən iki cisimdən birincisinin koordinatının zamandan asılılıq qrafiki verilib, ikincisinin isə sürətinin zamandan asılılıq qrafiki verilib. 5-ci saniyənin sonunda cisimlər arasındakı məsafəni hesablayın. Biz bilirik ki, baxın, görürük ki, birinci cisim bərabər sürətlə hərəkət edib. Çünki koordinatın zamandan asılığı xəttdə olarsa əgər bərabər sürətlə hərəkət edib. İkinci cisim bərabər təcillə hərəkət edib. İkinci cismin təcilini tapa bilərəmmi? Baxaq, təcilini tapsaq nə dəyişir? Təcil V minus V0 bölək T'dir bilirik. Düsturu. Son sürət burada gəlib, görürsünüz, bərabər təcillə hərəkət edib. Gəlib sürət olub 0. Gəlib 0'a. Son sürət 0'dır. Başlanğıc sürət 20'dir. 20 bölək 5 nə eləyəcək? 4. Təcilimiz 4'ə bərabərdir. Onda mən tapa bilərəm ki, bu cismin nə qədər yol gedib. S bərabərdir. Buradan yazıram. S bərabərdir. V0T minus AT kvadrat bölü 2'dir. Çünki X ox istiqamətində yavaş yön hərəkətdir. V0'ımız 20'dir. 20 vurulsun 5 minus A'mız nə qədərdir? 4 vurulsun 25 bölək 2. Buradan tapıram ki, 100 çıxılsın 50, o da 50'yə bərabərdir. Deməli, cisim 50 metr yol gedib, ikinci cisim. Birinci cisim isə özdə deyir ki, baxın, cisimlərin başlanğıc koordinatları indi baxın. Birinci cismin başlanğıc koordinatı nədir? 30'dur. Deməli, ikinci cisimdə 30'dan başlayıb, amma o 50 metr yol gedib. Bu birisi cisim. Elə bil ki, buradan çəksəm, boş yerdən, aşağıdakı boş yerdən çəkirəm, baxın. Deməli, tutaq ki, bura 30'dur. Çünki deyir ki, başlanğıc koordinatı hər ikisində indi. Birinci cisimdə də başlanğıc koordinatı 30'dur. Deməli, 30'dur. Bura 0'dır. Deməli, birinci cisim, baxın, 20 metr yol gedib. Çünki koordinatın 30'dan 10'a gətirib. 20 metr yol gedib. Yəni, gəlib buradadır. Koordinat 10'dadır. Baxın, buradadır. 10'da. Durub burada. İkinci cisim isə daha 30'dan 50 metr yol gedib. X oxu istiqamətində. Baxın. Bu istiqamətdə 50 metr yol gedib. Yəni 50 metr yol gedibsə 80'dədir. İndi deyir ki, bu cisimlər arasındakı məsafə nə qədərdir? Baxın, 10, 80. 10 ilə 80 arasındakı məsafə nə qədərdir? 70 metr. Deməli, cisimlər arasındakı məsafə 70 metrdir. Sonra 10-cu sual, cismin hərəkət tənliyi x bərabərdir 10 plus 8t minus t kvadratı şəklindədir. Hərəkət istiqamətini dəyişəndən 3 saniyə sonra bu cisimlər neçə metr yol gedir? Bilirik ki, cismin hərəkət istiqamətinin dəyişməsi üçün onun dayanması lazım. Ümumiyyətlə, bütün cisimlər hərəkət istiqamətini dəyişəndə bir müddətlik də olsa dayanır. Sonra istiqamətini dəyişir. Necə ki, qələmi atırdıq yuxarı, maksimum çıxa bildiyi hündürlüyə qədər qalxıb, məsələn, tutaq ki, bu hündürlüyə qədər qalxıb buradan təzədən geri qayıtmırdı bu qələm yerə. Bu nöqtədə bunun sürəti V0 0'a bərabər idi. Yəni cisim sərbəst düşürdü. Bu da eyni o qayda ilə. Yəni cisim istiqamətini dəyişirsə, deməli onun orada son sürəti 0'a bərabər olur. İndi mən gətirib bu ifadənin törəməsini tapsam, bilirəm ki, V-ni tapmış oluram. Çünki V bərabərdir X-in törəməsidir. Buradan tapıram törəməsin, elə bil ki 8 minus 2T-dir. 8 minus 2T bərabərdir 0, T bərabər olur 4'ə. Deməli, cisim 4 saniyə hərəkət eləyir və bu 4 saniyənin istiqamətini dəyişəndə 3 saniyə
sonra bu cisim neçə metr yol gedir? 3 saniyə sonra neçə metr yol gedir tapmaq üçün bildik ki, bu cisim istiqamətini dəyişirsə onun başlanğıc sürəti 0-dır. Yəni sənin düsturun S bərabərdir AT kvadrat bölü 2-dir. V0 0 olduğuna görə V0 T hissəsi getdi. Təcilimiz nədir qiyməti? Təcilimiz 2-yə bərabərdir. 2 vurulsun 3 saniyədir. 3-ün kvadratı 9 bölü 2. Bunlar da ixtisar gedir, qalır 9. Deməli, istiqamətini dəyişəndən sonra, baxın, 9 metr yol gedəcək C variantı. Sonra 11-ci sual. Cismin hərəkət tənliyi x bərabərdir t kvadrat minus 8t plus 6 şəklindədir. Cismin dayandığı andakı koordinatı hesablayın. Ümumiyyətlə, cisim dayanırsa onun son sürəti 0-a bərabər olur. Gəlin x-in törəməsini tapıb baxaq görək cismin son sürəti zaman neçəyə bərabər olacaq? X-in törəməsi V-yə bərabərdir. Bunun törəməsini tapsam, t kvadratın törəməsi 2t minus 8t'nin törəməsi 8, 2t minus 8, 6'nın da törəməsi onsuz da 0'dır. Buradan 0 qoyuram, çünki cisim dayanır 2t minus 8. Buradan tapıram ki, t-im 4'ə bərabər imiş. Deməli, cisim 4 saniyə sonra dayanacaq. Dayandığı andakı koordinat, yəni məndən x-i istəyir. Yəni x-i istəyirsə mən t-ni tapmışam da, onsuz da gətirib buradan t-ləri yerinə qoyanda cavabı tapmış olacağam. Deməli, burada nə olacaq onda aşağıda gətirib yerinə qoysam? T-imiz 4'dür. X bərabərdir, yerinə qoyuram. 4'ün kvadratı 16, çıxılsın 8 dəfə 4'ün 32 üstə gəlinsin 6. Buradan da 16 minus 32 mənfi 16'dır. Plus 6 o da bərabər olacaq mənfi 10'a. Cavabımız olur mənfi 10. C variantı. Sonra 12-ci sual. Düzxətli bərabər təcilli hərəkət edən maşının başlanğıc sürəti 10 metr bölü saniyədir. Bu maşının 500 metr yolda sürətini 4 dəfə artırması üçün lazım olan zaman nəyə bərabərdir? Baxın, cismin başlanğıc sürəti V yazmaq istirdim. V-dən başqa hər şey oxşadı. V0 10'dur. Və bizə deyir ki, cismin yolda sürəti 4 dəfə artıb. Yəni bunun başlanğıc sürəti 4 dəfə artıb. Yəni onun son sürəti nəyə bərabər olub? 40'a. Lazım olan halda, yəni S bərabərdir V plus V0 bölgü vur T düsturundan T'ni istəyir. S'imiz 500'dür. 500 bərabərdir V plus V0 50 vur T bölü 2. 50'lər ixtisar getsə T bərabər olur 2 vurulsun 10 20'ye. Deməli bizim cavabımız olacaq nə? 20. Sonra 13-cü sual. Cismin hərəkət tənliyi x bərabərdir 5 plus 4t minus t kvadratı şəklindədir. Dayanana qədər cismin getdiyi yolu hesablayın. Yenə dayanana qədər deyirsə dostlar, son sürəti 0'a bərabər. Yəni bunun törəməsini tapıram və v-ni yerinə 0 qoyuram. 5'in törəməsi 0, 4t'nin törəməsi t minus t kvadratın törəməsi isə 2t. 4t'nin törəməsi t deyil, üzr istəyirəm, 4'dür. Bərabərdir 0. Çünki dayanır. Buradan tapıram ki, t'imiz 2'dir. Deməli, cisim 2 saniyədən sonra dayanacaq və bizdən getdiyi yolu istəyir. Yəni, bir növ mən deyirəm ki, x minus 5 bərabərdir istəyirdi. Axı, mənim getdiyim yolum x minus x 0'dır. Yəni, 5 burada x 0'dır, onu kənara atıram. Mənim, baxın, bu S-imdir və məndən bunu istəyir. Geridə nə qalıb? 4t minus t kvadratı. Yerinə qoyanda t'nin qiymətini 2 tapmışdıq da. Deməli 4 dəfə 2 8 minus 4 cavabımız eləyəcək 4. Vəssalam. C variantı. Sonra 14-cü sual yenə eyni şəkildə həll edirik, amma bu səfər yenə koordinat istəyir. Yəni burada 12'ni nəzərə almamağımız lazım deyil. Yəni 12'ni də nəzərə alacağıq. Əgər koordinatı istəyirsə, amma yolu istəyirsə 12'ni nəzərə almırıq. Çünki ümumiyyətlə bizim x minus x 0'ımız bizə s-i verir, yəni yolumuzu verir. İndi heç nə törəməsini tapıram. 0'a bərabər eləyib t-ni tapacağam birinci. 12'nin törəməsi 0'dır. 32 t-nin törəməsi 32'dir. 32 minus 8t kvadratın tərəməsi 16t'dir. Bərabərdir 0'a. Buradan tapıram ki, t'imiz nəyə bərabərdir? 2'yə. T2 olanda gətirəcəyik bütün t'lərin yerinə tənlikdə 2 qoyacağıq.
Onda nə olur? T'nin qiyməti 2-dir. Bu artıq 1-i yerinə qoysaq 12 plus 32 vurulsun 2 64 minus 8 vurulsun 2'nin kvadratı 4 32. 8 dəfə 4'ün 32. 64 çıxılsın 32 bura bizə verir 32. 12'nin üstünə 32 gələndə qiymətimiz eləyəcək 44. Deməli cavabımız olacaq B variantı. Sonra 15-ci sual. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilib. Birinci aralıqda təcilin proyeksiyası A1x-dırsa, ikinci aralıqda da A2x-dır. Təcillərin törəmələrini istəyir bizdən. Gəlin tapaq. Baxın, birinci hissədə, bu hissədə söhbət gedir. Burada təcil V-V0 böl T'dir. Tapsam A1-in bərabərdir, yazıram A1 bərabərdir. Deməli, son sürətim nədir? 6-dır. 0-dan 6-ya gedib. 6 minus 0 bölünsün neçə saniyə? 2 saniyə. 6 minus 0 bölünsün. Baxın 2 saniyə 2. 6 bölə 2 3. Deməli bizim A1'imiz 3-ə bərabərdir. A2'mizi tapsaq isə baxın A2 buradadır. Başlanğıc sürəti nədir bunun? 6-dır. Başlanğıc sürəti 6-dır. 6-dan gəlib onu da başqa hərflə rənglə işarə eləyim ki, baxın bura. Bunun başlanğıc sürəti 6-dır, son sürəti nədir? 0-a gəlib. 6-dan 0-a gəlib. A2 bərabərdir. Son sürətimiz 0 minus 6 bölünsün. Bu da 4 minus 2 2 saniyə. Baxın 2. Bu da mənfi 3'dür. Mənfi 6 bölünsün 2 mənfi 3. Bunların nisbət nə eləyir? 3 bölü mənfi 3 mənfi 1'dir də cavabımız. D variantı olacaq 15'də. Sonra 16-cı sual. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı qrafik bu cismin yer dəyişməsinin proyeksiyasının zamandan asıllığını ifadə edir? Deməli, baxırıq kimi birinci 0T aralığına baxsaq, baxın bu hissəyə baxırıq. Burada. 0T aralığı. Bu görürük ki, x oxu istiqamətində yavaşlayan hərəkətdə özü də bizdə yer dəyişməni istəyir. Deməli, x oxu istiqamətində yavaşlayan hərəkətə hansılar lazımdır? Baxın, bu D-ni çıxıram. Çünki D ümumiyyətlə x oxunun əksinə yavaşlayan hərəkətdir. Eyni şəkildə Y-də. D, Y getdi 16-da. Sonra bu A hissəsi də gedir. Çünki baxın, bu bir növ elə bil yeyinləşir. Bu da getsin. Qalsın B-miz və C-miz. İkinci hissəyə baxıram, T1, T2 aralığı. Baxın burada T1, T2 aralığı x oxunun əksinə yeyinləşəndir. Harda x oxunun əksinə yeyinləşəndir? Baxın, B variantı ümumiyyətlə x oxu istiqamətində hərəkətdir. C variantında x oxu istiqamətində hərəkətdir, getdi. Qalır B variantı. Cavabımız olacaq B. Sonra 17-ci sual. Yenə cismin yer dəyişməsinin proyeksiyasına zamandan asıllıq qrafiki verilmişdir. Sürətin proyeksiyasının zamandan asıllıq qrafiklərindən hansı bu cismin hərəkətinə uyğundur? Deməli, bu səfər yer dəyişməni verib tam tərsi sürəti tapırıq. Baxın, 0T aralığına baxıram ki, x oxunun əksinə yavaşlayan hərəkətdir. Baxırıq, x oxunun əksinə yavaşlayan B deyil, x oxunun əksinə yeyinləşəndir. D variantı ola bilər. Ümumiyyətlə C variantı x oxu istiqamətində hərəkətdir. Y variantı ola bilər. A variantı x oxu istiqamətindədir. D və Y arasında qalırıq. Baxın, gəlirəm bu hissəyə. X oxu deməli istiqamətində yeyinləşən hərəkətdir. Harda x oxu istiqamətində yeyinləşəndə D variantı. Cavabımız olur D. Baxın, burada sizi çaşdıran ola bilər ki, deyərsiniz ki, axı bu belədir. Yəni x oxu istiqamət əksinə yavaşlayandır. Yadınızda saxlayın. S-in heç bir düsturu müəyyən bir qiymətdən başlamır. Yəni siz burada nə etməlisiniz? Bunu təyin etməkdən üçün baxın, bu hissə yoxdur, bu T2 T-nin başlanğıcını köçürməlisiniz 0-a. 0-a köçürəndə yuxarı qalxacaq, baxın. Niyə 0-a köçürürsünüz? Yəni də dediyim kimi, S-in heç bir qrafiki, baxın, bu o deməkdir ki, siz buradan başladırsınız. Heç bir qrafiki müəyyən qiymətdən başlamır. Ona əsasən mütləq köçürmə eləməlisiniz, əgər S-dən danışırsınız. 18. T bərabərdir 0 anında K nöqtəsindən, K nöqtəsi bura, yəni buradadır K nöqtəsində 0-da olan cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilib. Cisim 20-ci saniyənin sonunda hansı nöqtədə olacaq? Baxın dostlar, buradan qısa şəkildə uzun-uzadı həll eləməyə ehtiyac yoxdur. Bir də oradan S-i tapmağa ehtiyac yoxdur. Biz görürük ki, baxın 10 10 saniyə müddətində sürəti 5-dir. Yəni
X oxu istiqamətində bu qədər yol gedəcək. Yəni fiqurun sahəsini tapım yenə daha aydın olsun. Bayaq dediyimiz kimi, yəni V-nin pedalında fiqurun sahəsini tapırsan, sənin S-in olur. 2-də 1 vurulsun 5 vur 10 nə eləyəcək? 25 metr. Elə ki, birinci cisim 25 metr yol gedib. İkinci cismə baxın. Burada mənfidir. Mənfi 25 metr yol gedib. Yəni bu o deməkdir ki, bu cisim tutaq ki, X oxu istiqamətində nə qədər yol gedirsə, X oxunun əksinə də o qədər yol qayıdır. Məsələn, tutaq ki, biz 25 metr X oxu istiqamətində getmişiksə, mənfi nə deməkdir? Əksinə qayıdıram da. 25 metrdə təzədən qayıtmışam əks istiqamətdə. Neynəmişəm onda? Başladığım nöqtəyə geri qayıtmışam. Elə deyil. Onda deməli bu başladığı nöqtəyə geri qayıdırsa yenə sıfıra gəlir də, yəni yenə K nöqtəsində olur. 19. Sükunət vəziyyətindən, yəni V0-ımız sıfırdır. Sükunət vəziyyətindən hərəkətə başlayan cismin getdiyi yolun zamanın asılılıq qrafiki verilmişdir. Bir nöqtəsinə uyğun V1 sürəti və 2 nöqtəsinə uyğun gedilən yolu tapın. Baxın, bir nöqtəsinə uyğun V sürətini tapa bilərəm mən. Gəlin tapaq. Bilirik ki, S bərabərdir V plus V0 bölü murteydir. Sükunətdən başlayıb deyim, ümumiyyətlə V0-ımız da sıfıra bərabərdir. Bu işimizi daha da asanlaşdırır. V0 sıfırdır. S-imiz nədir? Bir nöqtəsində 25, zamanımız da 5. Onda 25 bərabərdir. V0 sıfırdır. V-mizi istəyir. V vurulsun 5 bölək 2. 5. 5-dən 25 ixtisar gedir. 5 V bərabərdir 10-a. Deməli, baxın, cismin sürəti 10-a bərabər imiş. V1-i. Baxın, bu nöqtəsi öndə. İndi bizə qalır S2-ni tapmaq. S2-ni tapmaq o deməkdir ki, yəni cisim nə edib? Buradan bir nöqtəsinə 2 nöqtəsi arasındakı məsafəyə baxırıq. Bir nöqtəsinə 2 nöqtəsi arasındakı məsafəyə baxırıq, yəni bura. Buradan bilirəm ki, bu cismin deməli başlanğıc və son sürətini tapmalıyam. Bu nöqtədə, yəni bir nöqtəsində cismin V1-i 10 oldu. Yəni bilirik ki, bu V1-in son sürəti 10-dursa, ikinci halın, baxın, başlanğıc sürəti ilə bunun birincinin sonuna uyğundur da. Yəni birincinin son sürəti ikinci halın başlanğıc sürətidir. Ona görə ikinci halın başlanğıc sürətini nə götürürəm? Götürürəm 10. Onda hansı düsturdan həll etsək? Bizdən S2-ni istəyir. Sükunət vəziyyətindən hərəkətə başlayıb bu cisim. Təcili tapa bilərikmi? A bərabərdir V minus V0 bölü T. Təcili tapa bilmirik buradan. Yaxşı, ümumi başlanğıc hissəyə görə tapsaq, yəni desək ki, V0-da son sürət nəyə bərabərdir? Yəni bu 2-nin son sürətini tapsam əgər mən. Deyirəm ki, buradakı məsafə 25, bura x-dırsa 25 plus x-dır. Bu hərəkət həm də bərabər təcilli hərəkətə aiddir. Onda mən bu təcili ümumi tapa bilərəm. Məsələn, gəlin birinci hissəyə görə təcili tapaq. S bərabərdir V kvadrat minus V0 kvadrat bölək 2A. S-imiz 25-dir. 25 bərabərdir. 25 bərabərdir. V-nin kvadratı son sürət, yəni 10-dur. 10-un kvadratı 100 çıxılsın. V0-ımız onsuz da 0-dır. Bölək 2A. Deməli, 25 ilə bu 100 getsə 4-dür. 4 ilə də 2 ixtisar gedir. A bərabər olur 2-yə. Deməli, təcilimiz 2-dir. Bərabər təcilli hərəkət olduğuna görə ümumi bütün nöqtələrdə təcil 2-yə bərabərdir. Onda mən gətirib təcil 2-yə bərabər olan hal üçün gətirib burada ümumi S tapa bilərəm də. Nəyə əsasən? V kvadrat minus V0-ın kvadratı bölək 2A. Amma onda gəlin 2 nöqtəsi üçün son sürəti tapaq. A bərabərdir. Yəni 2 bərabərdir V minus V0 bölək T. Son sürətimiz bəlli deyil, amma başlanğıc sürətimiz, yəni 1-in son sürətidir da. 10-a bərabərdir. V minus 10 bölünsün, burada zamanımız 10 minus 5, 5. Buradan V minus 10 bərabərdir 10-a, V bərabərdir 20-yə. Deməli, son sürətdə 20-yə bərabərdir burada. Onda S-imiz nəyə bərabər olacaq? Deməli, V plus V0 bölü 2 vur T. 20 üstə gəlinsin 10 bölək 2 vurulsun yenə 5 saniyə. 30 bölünsün 2 vur 5. 15 vurulsun 5. 30 bölək 2. 15.
5 dəfə 5-in 25, 5 dəfə 75. 75. Cavabı tapdıq 75. Amma 75 bu x-dır. Bizə lazımdır ümumi. Ümumi 75 burada, 25 burada. Nə eləyir? Baxın, aşağıda da bunun üstünü təmizləyim, daha aydın olsun sizə. Onsuz da bildik ki, cavab 75-dir. Baxın, bura 75-dir. Bu hissə bizdən ümumini istəyir deyə 25-in üstünə gəlim 100 eləyir. V1-i də 10 tapmışdıq. 10, bu da 100. Cavabımız olacaq C variantı. 20-ci sual nədir? Başlanğıc koordinatları eyni olan düzxətli hərəkət edən iki cismin sürət proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı qrafik cisimlər arasındakı məsafəni göstərir? Birinci cisim bərabər təcili hərəkət edir, x-ox istiqamətində yeniləşən, amma ikinci cisim isə sürəti heç dəyişməyib. Yəni o deməkdir ki, bu cismin sürəti məsələn oldu, sabit qalır. Birinci cismin sürəti isə getdikcə artır. Deməli, birinci cismin getdiyi yol artır. Onda məsafə nə olur? Bunlar arasındakı məsafə, cisimlər arasındakı məsafə ümumiyyətlə getdikcə artmağa başlayacaq. Ona görə də B variantı. D variantı deyil, sabit niyə olsun? Y variantı xətt asıdır, ümumiyyətlə məsafə kvadratik asıdır. A və B variantlarında göstərir ki, aralarındakı məsafə ümumiyyətlə bir müddət, yəni elə bir zaman intervalı gəlir ki, aralarındakı məsafə 0-a bərabər olur. Yəni bu cisimlər başlayırlar birləşməyə, bir-birlərinə çatırlar və yaxud da toqquşurlar. Axı belə bir şey yoxdur. Cisimlər eyni sürətlə hərəkət etməyə başlayıblar. Getdikcə onlar arasındakı məsafə artacaq. Sonra 21-ci sual. Başlanğıc sürəti 10 metr/saniyə olan cismin təcilinin proyeksiyasının zamandan asılılıq qrafiki şəkildə kimidir. 4-cü saniyənin sonunda cismin sürətini hesablayın. Yəni burada bilirik ki, baxın, ilk hesablamada cismin təcili 2-yə bərabərdir. Zaman da burada 2-dir. Yəni 2 saniyə ərzində bu cismin təcili 2-yə bərabərdir. Başlanğıc sürəti də bəllidir. Mən bu cismin son sürətini tapa bilərəm. V0 plus AT düsturuna görə. Onda V bərabərdir. V0-ımız 10. Üstə gəlinsin. A-mız 2, T-miz 2, 2 dəfə 2-nin 4, 14. Başlanğıc sürətimiz, başlanğıc sürəti yox. Baxın, bu 2 saniyənin sonunda cismin sürəti 14-dür. Baxın, son sürət 14-dürsə, onda bu 2, bu başlanğıc nöqtə var, ha. Yəni, baxın, burada yenidən təcil dəyişir, -1-dən başlayır. Bunun başlanğıc sürəti onda bu birincinin son sürətidir. Yəni, 14-ə bərabər olacaq. Onda mən yenə tapa bilərəm də, A bərabərdir V-V0/T-yə görə. A-mız bizdən, baxın, burada A-mız -1-dir. -1 bərabərdir. Son sürəti istəyir V minus başlanğıc deməli, başlanğıc sürətimiz birincinin sonudur. Yəni 14-dür. Bölünsün. Buradakı zaman intervalı da yenə 4 minus 2, 2-dir. Buradan tapıram ki, 2. V minus 14 bərabərdir -2-yə. 2. V bərabər olur -2 plus 14. O da bərabər olacaq 12-yə. Deməli, bizim 4-cü saniyənin sonundakı sürətimiz 12-yə bərabər imiş. C variantıymış cavabımız. Sonra 22-ci sual. Sükunət halından hərəkətə başlayan Sükunət halından bərabər təcili hərəkətə başlayan iki cismin koordinatının zamandan asılı qrafiki verilib və bu cisimlərin təcilini tapıb bir-birinə bölməyimizi istəyirlər bizdən. Baxın, birinci cismimiz budur. Qarışdırmayaq. Baxın, bu birinci cismimizdir. Fərqli rənglərlə işarə eləyək. Gəlin A1 qoyaq adın. İndi tənliyimiz bilirik ki, x bərabərdir. x0 plus 0 plus V0T üstə gəlinsin AT kvadratı bölünsün 2-dir. Tənlik budur. Cisim sükunətdən başlayıb deyə V0 hissəsi 0-a getdi bunun. Yəni V0 hissəsi 0-dır. Baxın, bura getdi. Bizə x bərabərdir x0 plus AT kvadrat bölü 2 qalır. Buradan görürəm ki, baxın, birinci halda birincinin buradan bu nöqtədə kəsişiblər. Baxın, başlanğıc koordinat 16-dır, son koordinatı 4-dür. 16-dan 4-ə gəlib. Onda mən yaza bilərəm də birinci üçün 4 bərabərdir 16 plus birinci cisim. Birinci cisim amma x oxuyun əksinə, əksinə hərəkət edir deyə mənfidir bunun təcili. Minus A vurulsun. Zaman intervalı 2-dir hər ikisində. 2-nin kvadratı 4 bölü 2, 2 qalır burada. Birbaşa 2-ni yazıram. Buradan tapıram ki, 2A bərabərdir 16 minus 4, 12. A bərabər olur 6-ya.
Deməli biz bildik ki, bizim A1-imiz 6-ya bərabərdir. Buranı silirəm, yandan qeyd edirəm ki, A1-imiz bərabərdir 6-ya, yaddaşda qalsın. İndi gəlirəm A2-yə. A2-də baxın budur. Yenə başlanğıc sükunətdən başlayıb deyə yenə x yoxdur, yəni V0 yoxdur. Son koordinatımız, yəni x-imiz 4-dür, x0-ımız da 0-dan başlayıb. Baxın 2, 0-dan başlayıb 4-ə gedib. Onda deməli deyə bilərəm ki, 4 bərabərdir 0 plus at kvadrat bölü 2, yəni A2, yenə t'miz 2-nin kvadratı 4 bölü 2, 2. Buradan tapıram ki, bizim A2-miz bərabər imiş 2-yə. Bunları bölürəm bir-birinə. A1 bölək A2, 6 bölünsün 2, cavabımız olacaq 3. Onda 22 nə olur? Amma mənfi qiymətidir da. Çünki burada, baxın, burada bizim A-mız, təcilimiz mənfidir. Niyə mən burada müsbət yazmışam? Mənfi 6-dır. Mənfi 6 bölünsün 2, mənfi 3-dür. Onsuz da buradan görünür də ümumiyyətlə bilirik ki, əgər x oxu ilə əksənsə, təcilin qiyməti həmişə mənfidir. Mənfi ilə müsbətə bölənə cavabımız mənfi olur. Sonra 23-cü sual. Düz xətlə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilib. 5-ci saniyənin sonunda cismin